Mövzu Azərbaycan coğrafiyası ilə tanışlıqdır. Bu mövzuda Azərbaycan coğrafiyası haqqında ümumi anlayışları verməyə çalışacağıq. Əvvəlcə başlayaq dünyamızın xəritəsindən. Bu yer kürəsi görürük ki, sudan və böyük quru parçalarından ibarətdir. Yer kürəsi hal-hazırda, yəni bizim dünyamız, ətrafımızda gördüyümüz yeganə planetdir ki, burada canlılıq vardır. Yəni bu dünya bütün canlıların ortaq evidir. Bu canlılar içərisində insanlar da öz mədəniyyətlərini, ənənələrini daşıya bildiyi müəyyən bölgələrdə öz ölkələrini qurmuşlardır. Azərbaycan hal-hazırda dünyada olan 200-ə yaxın ölkədən biridir. Coğrafi olaraq Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşir. Bu xəritədən Avropa və Asiyanı görə bilirik. Azərbaycan isə burada Xəzər dənizinin sol sahilində yerləşir. Azərbaycanın bu coğrafi mövqeyi səbəbindən çox da böyük ölkə olmasına baxmayaraq, iqlim çeşidliliyi və strateji yeri çox mühümdür. Hal-hazırda Azərbaycanın fiziki xəritəsinə baxaq. Fiziki xəritə burada 3 ölçülü fiziki xəritədir, çünki hündürlüklər hündür şəkildə göstərilmişdir. Bu xəritədən biz Azərbaycanın dağlıq ərazilərini görə bilərik və düzənliyini görə bilərik. Azərbaycan Talış dağları, Kiçik Qafqaz dağları və Böyük Qafqaz dağları arasında bir də Kür-Araz düzənliyindən ibarət olan bir coğrafi bölgədir və sağ tərəfdən də Xəzər dənizi ilə sərhədlənmişdir. Bu cür coğrafi relyef müxtəlifliyi də Azərbaycan təbiətinə zənginlik baxımından öz töhfəsini vermişdir. Bunu burada bildirmək lazımdır ki, bu xəritədəki miqyas sizi çaşdırmasın. Çünki buradakı dağların maksimal hündürlüyü hardasa 4 kilometrə çatır. Amma bu məsafəyə xəritə ilə baxsaq, bu Abşeron yarımadasının uzunluğundan daha çox olar. Halbuki Abşeron yarımadasının uzunluğu 100 kilometrdən çox olar. Bu dağın hündürlüyü isə 4 kilometrdir. Sadəcə bu şəkildə verilməyinin səbəbi burada dağlara daha böyük vurğu qoyaraq yüksəklikləri göstərməkdir. Buradan baxsaq, Azərbaycan Böyük Qafqaz dağlarının cənubunda yerləşdiyi üçün Cənubi Qafqaz ölkəsi sayılır. Dünyada Azərbaycan Cənubi Qafqaz ölkələrindən biri sayılır. 3 Cənubi Qafqaz ölkəsi var: Ermənistan, Gürcüstan və Azərbaycan. Azərbaycan bu Cənubi Qafqaz ölkələri arasında ən böyük ölkədir. Xəzər dənizinin sol sahilində yerləşir. Xəzər dənizi təbii ki, çox əhəmiyyətlidir. Necə ki, bu ölkənin quru ərazisi var. Dəniz və su ərazisi də həmin ölkə üçün strateji olaraq quru ərazilərdən az əhəmiyyətli deyil. Əsas problem ondadır ki, Xəzər dənizi açıq dəniz deyil, yəni okeana birbaşa çıxışı yoxdur. Bu da təbii ki, Azərbaycanın açıq dəniz ticarəti aparmağını limitləyir. Xəzər dünyanın ən böyük gölüdür, bağlı olduğu üçün. Sadəcə Volqa çayı vasitəsilə okeana çıxmaq olur. Orada da problem odur ki, təbii ki, o bizim ərazimiz deyil. Volqa çayı ilə biz Rusiya ərazisindən, Don və Baltik dənizlərindən çıxa bilirik. Burada da digər problem odur ki, Xəzər dənizinin şimalı qışda donur və qışda artıq bunu da etmək mümkün olmur. Az sonraki xəritədən görəcəyimiz kimi Xəzər dənizinin sahilində ümumi olaraq 5 ölkə yerləşir və onlar Azərbaycanın dəniz sərhəddində olan ölkələr sayılırlar. Bu xəritədə biz Azərbaycanın yerləşdiyi regionu və dəniz və quru sərhəddindəki ölkələri görə bilərik. Dəniz sərhəddinə baxsaq, bu tərəfdə Qazaxıstan, bu tərəfdə Rusiya, burada Türkmənistan, aşağıda İran, tərəfdə isə təbii ki, sol sahildə isə biz özümüzük. Çox da böyük ölkə olmasaq da, regionda əhəmiyyətli ölkəyi bizim Rusiyada, İranda, İraqda, Qazaxıstanda, Türkmənistanda soydaşlarımız yaşayır. Azərbaycan dili təbii ki, bu regionda anlaşılan ən mühüm dillərdən biridir. Quru sərhəddimiz olan ölkələrə isə gəlin burada bölünmüş olan xəritədə baxaq və həmin ölkələr haqqında ümumi anlayışları verək. Buradan Azərbaycan 5 ölkə ilə həmsərhəddir, burada gördüyünüz kimi. Sağdan sola geçsək, Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranla həmsərhəddir. Rusiya bizim ən böyük qonşumuzdur. Dünyada ərazisinə görə ən böyük ölkədir və Rusiya ilə bizim təbii ki, çox əsrlik birlikdəlik və əlaqələrimiz var. Rusiya ərazisində bizim çox böyük soydaşlarımız da yaşayır. Bir əsas problem odur ki, Rusiya bizim düşmən ölkə olan Ermənistanın bu bölgədə ən yaxın tərəfdaşıdır. Növbəti Gürcüstan. Gürcüstan isə bizim sıx əməkdaşlığımız olan ölkədir. Qara dənizə biz Gürcüstan üzərindən çıxa bilirik. Gürcüstanla Azərbaycanın dostluq münasibətləri var və Gürcüstanın Borçalı bölgəsində də əhəmiyyətli sayda soydaşlarımız yaşayır. Onların ata-baba yurdudur. Burada cüzi səhv edilmiş Qara dənizə yazılmalı, Qara dəniz yazılıb. Gəldik Ermənistana. Ermənistanla da uzun sərhədimiz var. Heyf ki, Ermənistan bizimlə düşmən ölkədir. Dağlıq ölkədir, ərazisi daha çox dağlıqdır və gördüyünüz kimi çox bağlı ölkədir.
dənizə çıxışı yoxdur, su sahilində yerləşmir. Türkiyə ilə də sərhəddə bağlıdır, çünki Türkiyə ilə də düşmən münasibətindədir. Türkiyə təbii ki, bizə ən yaxın ölkədir, çünki qardaş ölkədir və onunla mədəni, siyasi əlaqələrimiz çox güclüdür. Çox təəssüf ki, sərhəddimiz sadəcə 15 kilometrdir və Naxçıvan ərazisindəndir. Azərbaycanda olan ən böyük çaylar, Kürbəraz çayların mənbəyi də Türkiyədədir. Kürbəraz çayları Türkiyədən başlayır. İran isə çox əsrlik bağlarımız olan dövlətdir. Azərbaycan türklərinin də ən çox olduğu ölkədir. Hardasa 20-30 milyon arasında soydaşlarımız orada yaşayır. İran dini dövlətdir, İslam Respublikası sayılır. Dünyada yeganə İslam Respublikasıdır. Digər İslam ölkələri də var, amma onlar əsasən respublika deyil, daha çox monarxiyadır, krallıqlardır. Burada da bir problem var ki, İranın da Ermənistanla yaxın əlaqələri var. Bu mövzu ilə bağlı bu qədər. Tapşırıq və suallara isə tapşırıq həlləri videomuzdan baxa bilərsiniz.